İlham Əliyevin qızı. Mən sizə tam əminliklə deyə bilərəm ki, Rus kəşfiyyatında nəinki prezidentin, onun övladlarının da kasetləri var. Tam əminliklə deyə bilərəm ki, Putin və Rus KGB-sinin Azərbaycana təsir rıçaqlarından biri məhz Leyla Əliyeva üzərindəndir. Leyla Əliyeva şəxsən Putinlə Pushkin medalı alıb. Putinin əlindən medal almaq elə belə iş deyil. Leylanın anası Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva isə Putinin əlindən dostluq medalı alıb. Medalları qoyaq bir kənara. Əsas sual budur ki, bu adamları Putinə kim tövsiyə verib? İstər Rusiyada, istər Azərbaycanda əgər prezident kiməsə medal verirsə, əvvəlcə bu məsələni kimsə prezidentə danışmalıdır. Namizədin adı prezidentin qabağına qoyulur və tövsiyə verilir. Çox vaxt Putin bu adamların siyahısını KGB generallarından alır. Leyla Əliyevanı da, Mehriban Əliyevanı da Putinə Rusiyanın bir yüksək vəzifəli şəxsi təqdim edib. Həmin yüksək vəzifəli şəxs Sergey Narışkindir və onun rütbəsi generaldır. Bax, bu fotoda gördüyünüz adamdır. Sergey Narışkin Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəisidir. Təsəvvür edirsiniz? Bəs yaxşı, bu adamı Əliyevlərə nə bağlayır? Bu sualın da cavabını tapmışız. Gəlin bu fotoya diqqətlə baxaq. Leyla Əliyevanın yanında sarı saçlı bir qadın var. Bu foto həmin qızın Moskvada Godnisanovun yaxtasının içində keçirilən ad günü məclisində çəkilib. Sarı saçlı qızın adı isə Veronika Narışkinadır. Leyla Əliyevanın yaxın rəfiqəsi olan Veronika Narışkina Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəisi general Sergey Narışkinin doğma qızıdır. Təsəvvür edirsiniz? Свое 30-летие девушка отмечала на корабле флотилии Редисон, принадлежащей Нисанову, вместе со своей подругой, дочерью президента Азербайджана Лейлой Алиевой. У нас есть подтверждающий документ, из которого следует, что Вероника Нарышкина летала на самолете миллиардера, например, в Баку, а отмечала она свое 30-летие, например, вот на принадлежащей ему флотилии Редисон вместе со своей подругой Лейлой Алиевой. Məsələ budur ki, Leyla Veronika ilə çox yaxın rəfiqədir. Bir yerdə gəzirlər, kef edirlər, bir yerdə göylərə uçurlar, qapalı məclislərdə iştirak edirlər. Bir sözlə, bütün zibilləri birlikdə edirlər. Veronikanın atası isə Leyla və Mehribana Putindən medallar alır. Bu isə o deməkdir ki, Leyla Əliyeva Rus kəşfiyyatının cibindədir. Hətta bu sözü deməyə qorxmaram ki, Leyla Rusiyanın birbaşa verbovka olunmuş agentidir. İndi özünüz düşünün ki, Rus kəşfiyyatının əlində Leyla haqda nə qədər material yığılıb. İlham Əliyev o yan bu yan eləsə, onun yaddaşını təzələmək üçün Putinin əlində çox şey. Dəyərli izləyicilərin deyə bilər ki, Mehman, nə olsun ki Leylanın yanında sarı saç qız var. Biz nə bilək ki, o həqiqətən də Veronika Narışkinadır. Disubut elə. Yaxşı, onda qulaq asın. Leyla Əliyevanı qapalı məclislərdə kimin müşahidə etdiyini bilirsinizmi? Cadugar Hacı Nuran. Hacı Nuran məhz Leylanın ən yaxın dostu olduğu üçün, Əliyevlər ailəsinin bütün işlərini bildiyi üçün heç bir vəzifəsi olmaya şəhərdə 3-4 maşın kortejlə gəzir. Ay cəmaat, DTX-nın rəisi Əli Nağıyev, Daxili İşlər Naziri Vilayət Eyvazov belə Hacı Nurandan it kimi qorxur. Niyə? Çünki o da Rusiya kəşfiyyatının cibindədir. Hacı Nuran illər əvvəl Rus generalının qızı ilə fotosunu öz Instagram profilindən paylaşıb və şəxsən general Sergey Narışkinin qızı Veronikanı təbrik edib. Buyurun, bu da həmin o təbrik. Hacı Nuran yazıb ki, Veronika Narışkina, ad günü mübarək. Ay millət, bu Hacı Nuran necə gedib Rus Xarici Kəşfiyyat İdarəsinin rəisinə çıxa bilər? Çox sadə. Leyla Əliyevanın vasitəsilə. Bu isə Leylanın Veronikanın ad günündən fotosudur. İndi siz mənə deyin görüm, İlham Əliyev Rusiyanın təsirindən çıxa bilərmi? Mənim kimi indi Azərbaycan xalqı da güləcək. Çəkdiyim adamların adının ikisində şəxsən tanıyıram. Həm Veronika Narışkinanı yaxşı tanıyıram və ikinci çəkdiyim Leyla Əliyeva. Hər Leyla Əliyeva Moskvaya gələndə ən yaxın qız rəfiqəsi onun Veronika Narışkina idi. Deməli, həm idmanada səhərlər bir yerdə elə Atel Ukraynanın hovuzuna gedirdilər, həm yeyib içməyə də, həm gəzməyə də, həm də bir yerdə mənim bildiyimə görə hətta şəriklikləri var. O adamlar təsadüfdən, yəni bir-birindən dostluq etmirlər. Bunlar neçə illərdir Narışkin Bakıya gələndə hər zaman İlham Əliyevlə ayrı qeyri-rəsmi görüşür. Bu Mehriban Paşayeva hər dəfə Moskvaya gələndə qeyri-rəsmi görüşlər hər zaman Narışkinlə keçirdilər. Və ona görə mən %100 düşünürəm ki, Leyla Əliyeva Narışkinin ailəsinin xəttindən verbovka olunub və birbaşa Rus agentidir. Əliyevləri Ruslara bağlayan vasitə təkcə Leyla Əliyeva deyil, fikir verin. Vladimir Putin Azərbaycana səfər edəndə hər zaman çox rahat olur. Mehriban və İlhamla görüşəndə köynəyinin yaxasını açır. Onların qabağında elə oturur ki, elə bil evin kişisi Putindir. Mehriban onun arvadıdır. İlham Əliyev isə qonşunun kişisi kimi ortada qalıb. Bu kadrlar yadınızdadırmı? Putinin oturuşuna baxın, elə bil öz evindədir. Çox dərinliyə getmək istəmirəm. İlham Əliyevi də peysər çıxartmaqdan bezmişəm. Vladimir Putin hər zaman Azərbaycana səfər edəndə onu bizim hava limanımızda baş nazirin müavini Yaqub Eyyubov qarşılayır. Görəsən niyə məhz Yaqub Eyyubov? Putin onunla həmişə çox mehriban və səmimi görüşür. Hiss olunur ki, onlar çox yaxındılar. İcazə verin, bu yüksək ordeni sizə təqdim edir. Təşəkkür edirəm. Baş nazirin müavini Yaqub Eyyubov 23 ildir ki, bu vəzifəni tutur. 23 ildir ki, İlham Əliyev bu adamı yerindən tərpədə bilmir. İlham Əliyev Əli Nağıyevdən, Vilayət Eyvazovdan yox, bu Yaqub Eyyubovdan çəkinir.
Gəlin sizə bir maraqlı faktı da deyim. Vladimir Putin mehribanla yanaşı Yaqub Eyyubova da şəxsən dostluq medalı verib. Çünki Yaqub Eyyubovu da Putinə məhz Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəisi Sergey Narışkin tövsiyə verib. Lənət sənə çox şeytan. Bizim baş nazirin müavini hara, Rus KGB generalı hara? Adamın ağlına min cür sual gəlir. Gəlin sizə bir maraqlı video da göstərim. Bura God Nisanovun Moskvada yerləşən ticarət və əyləncə mərkəzidir. Məkanın adı isə Yevropeyskidir. Bura isə həmin mərkəzin yeraltı qarajıdır. Rus Xarici Kəşfiyyatının rəisi Sergey Narışkin hovuzda üzmək, hamamda istirahət etmək üçün məhz bura gəlir. Rus jurnalistləri General Sergey Narışkini təsadüfən həmin mərkəzin yeraltı qarajında çəkir. Узнаете этого человека? Да, это глава службы внешней разведки Сергей Нарышкин. Görürsünüzmü? Sergey müəllim hamamdan çıxıb və xidməti maşınına gedir. Amma yanında bir bığlı, kepkalı kişi də var. Üz gözündən Azərbaycanlıya oxşayır. Rus jurnalisti deyir ki, Narışkin dəfələrlə o hamama gəlib və onun yanındakı bığlı, kepkalı adam Azərbaycan səfirliyinin nömrələri ilə olan avtomobillə hər dəfə eyni vaxtda, eyni məkana Narışkinlə görüşməyə gəlib. Və sizcə, səfirliyin maşını ilə Narışkinlə görüşə gələn kimdir? Onun adı Elman Bayramovdur. O, Rusiyada yaşayan bir iş adamıdır. Azərbaycan səfirliyində işləməsə də, səfirliyə məxsus avtomobillərdə gəzir. Rus KGB-sinin generalı ilə görüşən Elman Bayramov baş nazirin müavini Yaqub Eyyubovun qudasıdır. Yaqubun oğlu Elmanın qızı ilə evlidir. Təsəvvür edin. Rus generalı Sergey Narışkinlə hamamlarda görüşüb müzakirələr edən, məlumatları ötürən şəxs bizim baş nazirin müavini Yaqub Eyyubovla qudadır. Sual yaranır ki, səfirlikdə işləməyən bir biznesmen niyə səfirliyin maşınında fırlanır ha? Ağlınızdakı suallara cavab tapdınızmı əziz izləyicilər? Putinin və Rus KGB-sinin Azərbaycanda sübut olunmuş iki təsir edici agenti var. Biri İlham Əliyevin doğma qızı Leyla Əliyeva, digəri isə İlham Əliyevin qorxduğu baş nazirin müavini Yaqub Eyyubov. Leyla və Yaqub Eyyubovun Rus kəşfiyyatının rəisi Sergey Narışkinlə şəxsi münasibətləri var. Ona görə də Putin hər zaman Bakıya gələndə onu məhz Yaqub Eyyubov qarşılayır. Çünki onu Putinin özü Azərbaycana təyin edib. Çünki o birbaşa KGB-nin agentidir. Amma bu hələ son deyil. Yaqub Eyyubovun qudası Elman Bayramovun məndə bir fotosu var. Diqqətlə baxın. Onun yanında duran adamı tanıyırsınızmı? Bəli, bu şəxs bizim İlqar Hacıyevdir. İlqar Hacıyev Elman Bayramovun yaxın dostuydu. Elman Bayramov onu məndən yaxşı mümkün deyil kimsə tanısın. Kim olduğunu, nə iş gördüyünü mən çox gözəl tanıyıram. Bu adam birbaşa KGB-nin adamı kimi Azərbaycanın nə məxfi, nə sırları, nə varsa birbaşa Sergey Narışkin üzərindən bütün məlumatları ora işləyir, ora çatdırır. Elman Bayramov mənə şəxsən danışıb ki, necə İlham Əliyevlə kazino oynayırdılar və necə kazinolarda özü əlinlə göstərdi. Belə daroşkalar bir yerdə iləmişik. Leyla Əliyeva Moskvaya gələndə Elman Bayramov qarşılayır. Veronikanı Bakıya aparanda Elman Bayramov aparır. Bütün nə qara işlər, çirkli işlər o tərəfdən Narışkinə, bu tərəfdən ora Elman Bayramov görür. İlham Əliyev özü nağılbazdır. O yalandan mif buraxır, nağıl yaradır. Güya ki bu Rusiyadan qırılır. Heç bir vaxt Rusiyadan o qırıla bilməz. Çünki Rusiya bütün bunun ailəsini nəzarətdə saxlayır, kontrolda saxlayır. İlham Əliyev bütün günü bir fahişənin dili ilə bizlərə şaratır ki, güya biz vətən xainiyik. İlham Əliyev günahsız insanları vətənə xəyanət maddəsi ilə tutub həbs eləyir. Ömürlərindən illəri alır. İlham Əliyev günahsız jurnalistləri, fəalları həbs edib onlara agent deyir. Amma indi görürsünüzmü? Əsl xainlər, əsl agentlər kimlərdir? İlham Əliyev və onun ətrafı. İlham Əliyevin nə qədər məhnəviyatsız və oğraş olduğuna bir daha əmin oldunuzmu? O qorxusundan müxalifət liderlərindən biri olan Əli Kərimlini şərləyərək həbs edib. Onu ruslara işləməkdə ittiham edib. Rusa işləyən kimsə varsa, o da elə İlham Əliyevin özü, qızı və ətrafındakı nazirlər, vəzifəli şəxslərdir. Buradan İlham Əliyevə müraciət edirəm. Əgər sənin azca da olsa qeyrətin varsa, çıx və bu xalqa cavab ver. Sənin qızın Leyla Əliyeva Rus KGB rəisinin qızının doğum günündə nə axtırır? Əgər azca şərəfin, özünə hörmətin varsa, baş nazirin müavini Yaqub Eyyubovun qollarına qandal vur. Ondan soruş ki, qudası Elman Bayramov hamamlarda Rus kəşfiyyatına hansı məlumatları ötürüb? Bizi niyə və neçəyə satıb? İlham Əliyev Ruslardan qopa bilməz. İlham Əliyev Putinlə razılaşıb və bu xalqa tamaşa qurublar. Çünki zamanə pisdir. İlham Əliyevin daxili siyasəti bərbad vəziyyətdədir. Xalq narazıdır. İnsanların vəziyyəti günü-gündən pisləşir. Azərbaycan geriyə gedir. İlham Əliyev isə göstərmək istəyir ki, daxili siyasətdə yaratmaz olsa da, xarici siyasətdə çox bomba oğlandır. Daxildə günahsız insanlara zülm versə də, güya ölkəmizi xarici təsirlərə qarşı qoruyur. Güya beynəlxalq məkanda Putinə meydan oxuyur. Güya Azərbaycanı heç kimin ayağına vermir. Amma o bir şeyi bilməlidir ki, vətən xainləri heç vaxt bomba oğlan ola bilməz. Əsl vətənpərvər oğlanlar bugün şəhidlər xiyabanında torpağın altında yatanlardır.
Torpaqlarımızı azad edən qazilərdir. Bomba oğlanlar bu gün İlham Əliyevin siyasi sifarişi ilə şərlənib həbsə gedənlərdir. İlham Əliyev nə qədər bu millətə nağıl danışacaqsa, özünü və ailə üzvlərini xalqa başqa cür tanıtmaq istəyəcəksə, Mehman Hüseynov da onu və ailəsini bir o qədər ifşa edəcək. İç üzünü açıb göstərəcək. Mən